Bismillahirrahmanirrahim. Adamı bədbəxt eləyən, gözdən salan, adamın mənəviyyatını əlindən alan amillərdən, xasiyyətlərdən biri də tamahdır. Allah Teala Quran-ı Kerimdə buyurur: "La temuddenne ayneyke ila ma metta'na bih azwajan minhum ve la tahzan aleyhim." Onların əllərində, ixtiyarlarında olanlara gözünü dikmə. Allah onlara nələrsə verib, indi onlar hər kəs ola bilər, kafirlər ola bilər, müsəlmanlar ola bilər. Allah Teala məsləhət bilib, hikmətinə əsasən kimlərəsə nələrsə verib. Gözlərini dikmə onların əlində, ixtiyarında olanlara. Və la tahzan aleyhim. Onlar səndə yoxdur deyə dərd çəkmə, hüzünlənmə, qəmlənmə. Əli əleyhissalatu vesselam Nəhcül Bəlağədə 2-ci hikmətdə buyurur ki: "Əzra bi nəfsihi mən istəş'ərət dama." Kim tamahı öz bədəninə yapışan paltarına çevirirsə, geyiminə çevirirsə, özünü kiçildir. Bunu Həzrəti Əli əleyhissalam bir təşbihlə bildirir. İnsanın bir üst geyimi olur ki, bədənindən nisbətən kənardadır, bədəninə birləşməyib. Bir də bədəninə birləşən geyimi olur. Yəni onu ağuşuna alır, onu qucaqlayır, onu mənimsiyir, onu özünə yapışdırır, özününki edir. Yəni tamahı doğma xasiyyətinizə çevirməyin. Bəli, insanın həvəsi olar, istəyi olar, amma bu gəlib insanın qəlbinə yapışsın, qucaqlasın onu özünkiləşdirsin. Buyurur, belə etməyin. Yoxsa siz kiçilərsiniz, siz gözdən düşərsiniz, məqamınız enər. Tamah ərəb terminində həddən artıq olan arzulara deyilir. Amma Quran-ı Kerim istilahında tamah başqalarının ixtiyarında olanlara tamah etmək, acgözlük etməyə deyilir. Buyurur ki, özünüzdəkilərlə qane olun, zəhmət çəkin, halal zəhmət çəkin, əldə etməyə çalışın. Amma olmadısa, özünüzü kiçildib onu əldə etməyə çalışmayın. Məşhur ərəb tamahgiri olub, Əş'ab olub, səhv eləməsəm adı. Deyir, o qədər tamahgir imiş ki, küçədə gedərkən ətəyini açırmış, əlləri ilə saxlayırmış, yeriyirmiş. Deyirmişlər, niyə belə eləyirsən? Deyirmiş, eşitdiyimə görə bəzi quşlar göydə uça-uça yumurtalayır, bəlkə o yumurtalardan biri mənim ətəyimə düşdü. Hətta deyir, günlərin bir günü bir dəstə uşaq onu incidirdi. O da onları özündən uzaqlaşdırmaq üçün dedi ki, kətdə yemək içmək verirlər filan evdə, qaçın ora. Uşaqlar qaçandan sonra gördülər, bu da qaçır onlarla birlikdə. Dedilər, sən hara qaçırsan? Axı onları aldatmaq üçün demirsən. Dedi, bəlkə sözüm düz çıxdı, bəlkə doğrudan orada yemək verirlər. Yəni, insan tamahı özünkiləşdirsə, öz geyiminə çevirsə, özü də bədəninə yapışan geyiminə çevirsə, canına birləşən geyiminə çevirsə, o zaman hər əski, dəyərsiz, həqir işə boyun əyəcək. Bu da insanın şəxsiyyətinə, insanın mənliyinə yaraşmayan hərəkətdir. Allah bizi tamahdan qorusun. Allah amanında qalın.